Şəhid Kərimov Sənanın bacısını dəvət edirəm və reglamenti pozmuram. Zəlimxan Şərifovu Borçalı Cəmiyyətinin nümayəndəsində dəvət edirəm. Zəlimxan müəllim həm Borçalılar, Gürcistan Azərbaycanlıları, həm Azərbaycanlıları, həm də bütün dünya Azərbaycanlıları adından indi bu həyətdən gəldim. Müqəddəs şəhidimizin bacısına mən bugün fərq edirəm ki, qanun, əmin nəbəsi, tərədə, qanun barəsində bu toplantı bu cür iştirakçılarla əlbəttə mənim sevincim o qədərdir ki, Səlidə xanımın yazdığı fundamental əsəri təqdimatı keçirilir. Səlidə xanımın fundamental əsərinin təqdimatı keçirilir. Hər bir vətəni sevən, ilini, obasını, millətini, yurdunu sevən şəxs olunur. Bu cümlədən Gürcistanda yaşayan Azəri Türklərinin də nümayəndəsi kimi Səlidə xanım öz dəyərini Gürcistanda boya-başa çatdığı illəri, dəyərini sizə göstərdim. Mən də sevinirəm ki, mənim əmim qızı, əmim nəvəsi daha doğrusu belə bir iclasda, belə bir insanların arasında özünü həmişə yuxarı səviyyədə, bacarıqlı bir səviyyədə göstərdi. Mən Borçalı Cəmiyyəti adından da, İctimai Birliyi adından da Səlidə xanımı təbrik edirəm. Burada Müşfiq müəllim oturur. Müşfiq müəllim də ürək sözlərini yəqin ki deyəcək. Deməsə də Müşfiq müəllimin adından təbrik edirəm. İnşallah, inşallah. Bir daha vaxtımızı çox almaya, sağ olun. Öz balamı bağrıma basmağı sizin qarşınızda özümə borc edirəm. Buyurun.